Əbdülzadənin sınaq toplusundan sınaq 2-ni işləyirəm. Aşağıdakı variantlardan hansı 100 mindir ədədini ifadə edir? 10 minlik, 10 minlik deyil. 1000 yüzlük, baxaq. 1000, bəli, yüzlük. Demək, variantımız nə oldu? B. İkinciyə baxaq. Aşağıdakıların hansı edilərsə, ədədi 900 min azalar. 7 ilə 8-in yeri dəyişirlərsə, gəlin baxaq. 9-un, 7 ilə 8-in. Bununla bunun yerini dəyişək. 8, 7, 4, 3, 2, 1. İndi baxırıq. 7 ilə 8-in yerini dəyişirik. Fərq, yəni 900 min azalar. Biz bunların yerini dəyişmirik, öz yerində qalır. Fərq qoyuram 4, 3, 2, 1. Bunun yerini dəyişsəm 7, 8, bu da 9. Baxaq, hesablayaq. Sıfırları yazıram. Neçədən sıfır var? Buradan o yüzden dəyişmədik. 4, 6 dənə. 3, 4, 6 dənə. Buradan baxırıq. 17-dən 8 çıxıram. 9. Burada da 7 qalmışdı. 7-dən olmur. Burada nə alındı? 9 milyon. Burada deyir axı 900 min azalar. Demək bu səhvdir. Bu olmaz. A variantı olmaz. Keçirək B-nə. 7 ilə 6-nı dəyişirəm. 7 ilə 6. Bu olduğu kimi yazsın burada. Burada 7 ilə 6-nı bura gətirim, 7-ni bura gətirim. Bu dəfə deyir ki, 6 ilə 7-nin yerini dəyişin. 6 buraya yazıram, 7-ni buraya yazıram. Buradan o yüzden hansıların yerini dəyişmir? Baxın, buradan bura dəyişmir. Yəni 5-dən 0 yanına sonuna yazıram. 5 dənə ədəd daxil. İndi 16-dan 7 çıxanda 9 alındı mı 900 min? Bəli, alındı. Hansı variant oldu? B variantı. 2-dən B variantı oldu. Üçə baxıram. Aşağıdakı xanalar arasında fərq sabit bir ədəd ilə müəyyənləşir. Belə bir şey gətirək. Neyindir? Üçüncüdə. Qadət. Baxın, 28, bu da 38'dir. Bu da 58'dir. Aha. Burada üstünə neçə gəlib? 53 eləyib 48'in üzərinə. Baxın, 23, 33, 43, 53. Bura nə elədi? 63. Bura nə olur? Burada 73. İndi nə deyir? A topla C çıxılsın B. A'mız 38. C'miz 73. B'miz nədir? 58. Bundan bunu toplayıram. 11, 120, 111. 111. Aha, çıxılsın 58. 11'dən 8 çıxıram 3. Ondan da 5. Cavabımız 53 etməlidir. Baxırıq.
28, 38, 48. Burada da 58 oldu. Bu 53, bu da 63, bu da 73. A ilə C-ni toplayıb 38 ilə 73'ü topladım. Ne etdi? 111. 111'dən də B-ni çıxıram. 111'dən də B-ni çıxıram. 43 edir. 37, 73 çıxırsan 58. Ne edir? 43 etməlidir. 53 yazıblar. 53 alınır. Bu da 53'dür. Geçirəm bura. Dördüncüsünə bunu sileyim. Aşağıdakı dairələrin hər birinə bir ədəd yazılarsa, bir qanununa əmələ gəlmişdir. Dairələr arasında fərq sabit bir ədəddir. Qırmızı dairədəki ədəd bir mavi ədədinin arasında fərq 72'dir. Hansısa bir ədəddir, fərq 72'dir. Dördüncüdür. Ne edirik? Fərqimiz 72'dir. A'nın B'nin de toplamını istəyir. A'nın da B'nin toplamını istəyir. 38, 32, 38 ne olur? Neçə artır? Baxın 6 artır. Neyli 44, üzerine 6 gələn 50, bu da 56. İndi deyir ki neyin fərqi? Qırmızı dairədəki ədəd ilə mavi dairədəki ədədin fərqi arasındakı fərq 72'dir. Yəni bu 32'nin üzərinə 72 gəlsəm hansı ilə 104. Demək burada ədəd 104'dür. Bildiniz mi uşaqlar? Çünki mavi ilə qırmızı ədədin fərqi bizə 72 verməlidir. Demək bunlar da 6 azalma gedir. Yazılarsa dairələr fərq sabit bir ədəddir. Burada da 6 azalma gedir. İndirəm 6'sını çıxsam neçə eləyir? 98. Yine 6'sını çıxsam 92. Demək 56 var. A'mız ne oldu? 56. B'miz ne oldu? 92. A 56, B 92. Bunların cəmi nə verir? 148. C variantı. 5-ciyə baxıram. 5-cidə nə deyir? 5-cidə asandır uşaqlar. Özünüz də edə bilərsiniz. Siz eləyin. Ne edir? 33, 3'ü vururam. Burayı ne edir? 33. 3'e vururam. 99. 180'dir. Bölürəm 90'a 20. 75'ten 67 çıxıram. 5 orada 8. 720'ni de bölürəm 8'e 90. Aha 2 20'de yana 2 sıfır artırıram. 1800'e çıxıram. 1800'e çıxıram. 20'den 18 200. Hansı da en kiçik ədədimiz 20 olan B variantı. En böyük natural ədədi. Nəticəsində en böyüyünü soruşur. Başlayın uşaqlar. Kiçiyi yazdım mən. En böyüyümüz hansı olur? 200. Baxın. Bəli 200 olan D variantı. 6-cıya baxıram. 2 natural ədədin cəmi 10'dursa hasillərini ala biləcək həmən kiçiyə ən böyük ədədi tapın deyir. Ala biləcək 2 natural ədədin cəmi 10'dursa, 2 natural ədədin cəmi 10'dursa, gəlin A topla B bərabər nəyə? 10.
Deyir ki, ən böyük və ən kiçik natural qiymətlərin ala biləcəyi ən böyük və ən kiçik qiymətlərin cəmini tapalım. Hansı olur? 1 ilə 9 olur. Bir də deyir, hasillərini ala biləcəyi. 1 ilə 9, bir də 5 ilə 5 var da. Yəni, bunlar toplayanda 10 eləyir. İndi ala biləcəyi, hasillərinin ala biləcəyi, 2 natural ədəd cəmi 10-dursa, hasillərinin ala biləcəyi ən böyük və ən kiçik ədəd. Hasillərini ala biləcəyi bu 9 eləyir. Bunda nə eləyir? 25 eləyir. Bunların cəmi nə verir? 34. D variantı. Deyir, ABC bir-birindən fərqli natural ədədlərdir. Bunlardan bir-birindən fərqli natural ədədlər olarsa, A24 götürsək, bu da 1. Hasili 24 elədimi? Bir də 13 ilə 2-nin cəmi 15 elədimi? Bunların ala biləcəyi ən böyük qiymət hansı olar? Ala biləcəyi ən böyük qiyməti hansı olar? A topla B-nin ən böyük qiymətə baxırıq. Bir 24'tür, biri də 13'tür. Hansı oldu? 24 üstə gəl 13. Nə elədi? 37. Cavabımız A variantı. Keçirəm 8-ə. Deyir, A-nı topla B 8 olarsa, A, B-nin yerinə hansı ədədlə yazsaq, ədəd ən böyük olar. Belə eləyək. Bunların üzərinə baxın. Burada da bunu köçürəm bura. A 7, 4, 1, 8, 0, 9. İndi deyir, A-la topla B-nin cəmi nədir? 8-in. Elə ədədlə yazsaq, ən böyük alınır. Məsəl üçün, buraya yazıram. Nə yazıram? 8, buna da 0 yazsam. Ən böyük alınırmı? Ən böyük qiymət alınır. O da bu şəkildədir. Baxın, bununla bunun cəmi heç 17 eləyir axı. Burada deyir, A-la B-nin cəmi 8 eləsin. Baxın, 8 eləmir. Bir bunda olur. Bunu da yerinə qoyanda kiçik alınır. Ən böyük qiyməti deyirsə, o da B variantı. Cavabımız B variantı. İndi 9-a keçirəm. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda baxaraq bərabər olan ən böyük və ən kiçik ədədləri yüzlüklərə qədər yuvarlaşdıraq. Təklik, onluq, yüzlük. Ən böyük və ən kiçik ədədini tapırıq. Burada hansı ədəddir? Baxırıq. Çox sadədir uşaqlar. Bilirik də. Nə götürürəm? 35.560 götürürüm. Bu ən kiçikdə alınırmı? Baxın. Ən kiçikdə. 35.600 alınırmı? Ən böyük qiymətində görək alınan varmı? 35.649 alınırmı? Bəli, ən böyük qiymətində alınırmı? Alındı. Bəli. Demək, hansı oldu? Bir bu oldu, bir də bu. Bunların fərqini tapın deyir. Fərqini tapırıq. 35.649'dan çıxıram 35.560.
9, 14'ten 6 çıxanda 8. Nə alındı? 89. Cavabımız bir dəqiqə. Fərqi neçə eləyir? Bir dəqiqə. 649, 35.560. 559 uşaqlar, 559'da alınır. Ən kiçik ədədimiz 59'da da alınır axı. Lap olsun, belə eləyək. 51. Bir dəqiqə. Hansında deyir? 35.600 alınır. Burada hansı olur? 35.551. 50 de ola bilər. 35.550. Çünki baxın, bunu yuvarlaşdıranda gəlirmi 35.600-ə? Bəli, gəlir. Bir də hansında olur? 35.600 ən böyük qiyməti deyir. 35.049 ən böyük qiyməti. 35.649. Həqiqətən bunu yuvarlaşdıranda alınır. 35.600 alınır. İndi deyir ki, bu ədədlərin fərqini çıxın. 35.649'dan çıxıram 35.550-ni. 9, 14'ten de 5 çıxanda 99. Cavabımız nə oldu? 99. D variantı. Keçirəm 10'a. Onda nə deyir? Deyir ədədinin kubu. Demək bu 12 ədədiymiş ki, 12'nin 3 dəfə vuranda elə 12'nin kubu alınır. 12'nin kubudur. A'mız 12'dir. A nəyə bərabərdir? 12'yə. B'miz nədir? 7'nin kvadratı. Yəni burada B 2'dir elə. B'miz nə oldu? 2 oldu. A'mız 12, B'miz de 2. 12'nin de 2, 14. Cevabımız 14. 11'e baxıram. 11. C variantı oldu. 11'də baxırıq. Deyir ki, aşağıdakı verilmiş kartların hər iki üzünün natural edilən kvadratları yazılıb. Baxın, kartda da uşaqlar. Bura 9'dursa bunun o tərəfi də 9. Toplam nə verir? 18. Həqiqətən 9'u 2 dənə üzü vardı, 18 verdi. Eləcə də bu bizsi. 25 eləmir, o tərəfi də 25. 25'i 2 dənə də, o da 50 verir. Bəli, 50 verə bilər. 36'dır, 2'ye vuram 72 verə bilər. İndi bir dəqiqə 64'ün 2'ye. Aha, indi deyir ki, hansı ola bilməz? 16'dır. Hər iki tərəfi 4, 16, 32. 16'yı 2'ye vuranda 32 eləyir. Baxın, bura nə elədi? 100'dür, 100 eləyir. Onu 2'ye vuranda 100 eləmir axı. 100'ün kvadratı 100, 200, 10 alınmır. C variantı. 12'ye baxırıq. Deyir ki, 7 rəqəmli bu ədədində olduğu mərtəbəli rəqəmlərin qiymətləri cəmi bu olarsa, aha,
İndi baxırıq. Verilib. Demək bu təklikdə duran 7-dir. Bu 4-dür. Bu da 7-dir. Qoyduq. Demək bu 7 oldu. Gördünüz, üç bucaqlar 7-dir. O da 4. 7-dən də 4 çıxıram. Nə etdi? 3. C variantı. 12-də C variantı eləyir. Keçirəm 13-ə. Deyir ki, A topla B topla C ədədinin cəmini tapan deyir. 13-dən belə baxırıq, asandır. Bilin ki, bu ədədi bu ədədə böləndə bu ədəd verəcək. Demək, 13 yazıram. 8648-i mən böləcəm 23-ə, demək ABC verəcək. 86-nın içində 23 neçə dəfədir? 3 dəfə. 69, 174, 7 dəfə, 161, 138, 6 dəfə, 18, bir yadda 138. Alındı mı? 376. Demək, bəlli oldu. A da, B də. Baxın, A, B, C, A, B, bu da C'dir də. Demək, A topla B topla C. 1, 7, 3 topla 7 topla 6. Nə verir? 16. Cəmi 16. D variantı. Keçirəm 14-ə. Deyək. 14-də nə deyir? 14-də deyir ki, yuxarıda verilən bölmə əməllərindən A topla B 14-də olduğuna görə x-in 5-ə bölünməsinə alınan qalığı tapın deyir. Hansı ədəddir ki, yəni 7 bölünəndə qalıqda 2 alınır. 9 ədədini götürə bilərəm də. 9 ədədidir. Tutaq ki, 1 olsun. 9-u 7-yə bölünəndə 1, natalan qismət 1, qalıq 2. Yəni, burada da 9-u götürdüm. 8-ə bölün, 4-ə bölün 2, 2 dəfə 4-ün 8. Yəni, baxın, A topla B ancaq bizə deyir 14 olmalıdır. Belə olmalıdır. Hə, indi almadım. Burada şərt qoyub. A topla B 14 olmalıdır. X-in 5-ə bölünməsindən alınan. Gəlin burada yazalım. 14. X-i 7-yə bölüb A qalıqda 2. İndi keçirəm. X-i 4-ə bölüb B qalıq 1. Gəlin belə eləyək. X-i buradan tapalım. X nəyə bərabərdir? X bərabərdir 7 vur A topla 2. Burada X nəyə bərabərdir? X nəyə bərabərdir? 4 vur B topla 1. Bunlar bir-birinə bərabərdir. Onda mən bunları da bir-birinə bərabər eləyirəm. 7A topla 2 bərabərdir 4 vur B topla 1. Demək, belə eləyirik. 7A çıxılsın 4B bərabərdir 1-ə. Bir də var ki, A topla B bərabərdir 14-ə. İndi biz nə edirik? Uşaqlar. Biz böyük siniflər kimi həll eləməyə çalışacağım. 4-ə vuraram. Çünki 4 ilə 4-ə vuranda, baxın. 7A çıxılsın 4B bərabərdir 1-ə. Buranı hər birinə 4-ə vuram. Yəni 4-ü, bax bu 4-ü buna vuracam 4A. 4-ü vuracam bu B-yə 4B. 4-ü 14-ə vuracam 56. Toplayanda tərəf-tərəfə topladım. Bunlar gedir. Nə qalır? 11A bərabərdir 57-yə.
Bu bizə nə isə vermir. Uşaqlar rahat yolunu tapın. Həll yolunu belə eləyəcəm. Baxın. Belə eləyək. X-dır, bərabərdir. 7 vur A, topla 2-dir. Belə yazdım. 7-dir. Burada da A-dır, qalıq 2-dir. Məsəl üçün, mən nəyə götürürəm? Buranı 65 götürsəm hər birində. Məsəl üçün, burada da 65 götürsəm. Burada 7-yə bölünmür deyənim. Biraz yaxşı qiymət götürürəm. Hər ikisində də eyni olmalıdır. 37 götürürəm. 5 dəfə olur. 35. Qalıq 2 alınır. 37 götürdüm. 4-ə bölündü. Aha. Nə elədi? 36. Qalıqda 1 alındı. Gördünüz mü? Demək 5 ilə bu da 5-də 9 cəmi 14 verdi mi? Bəli, 5 ilə 9-un cəmi 14 verdi. Hər ikisi x-lar oldu mu? Eyni. Bunlar da ikisi də axı. İkisində də eynidir. Bölünməsinə alınan qalığı tapın. İndi deyir ki, x-in 5-ə böl. X-imiz nə oldu? 37-dir. X-imiz 37-dir. 5-ə bölünməsindən nə alınır? 35, qalıq 2. Qalığımız 2 alınır. Cavabımız 2. Keçirəm 15-ə. 15-də deyir ki, 6 rəqəmli bir ədəd ilə 4 rəqəmli bir ədədin hasili zamanı ən az neçə rəqəmli bir ədəd alınır? 6 rəqəmli ilə 4 rəqəmli ədədi vuranda, bax, məsəl üçün, tutaq ki, 6 rəqəmli ədəd var. 1, 2, 3, 4, 5, bu da 6. Vururam 4 rəqəmli ədəd. Ən az deyirdi, ona görə sıfırlarla götürürəm. 4 rəqəm 1, 2, 3, bu da 4. Aha, eləyim, 1 qoyum ki, 4 rəqəmli olsun. Neçə dənə sıfır oldu bunda? 5 dənə, bunda da 3 dənə. 8 dənə oldu mu uşaqlar? 1, 2, 3, 4, 5, 6, 7, bu da 8. Biri də birə vuranda. Demək, ümumi neçə rəqəmli alındı? 9 rəqəmli alındı. B variantı. Keçirəm 16-ya. Deyir ki, bu ədədin buna uyğunluğuna baxırıq da. Belə eləyək. Baxın, 2 ilə 18. Toplamı 20. 20-ni də 5-ə bölünür 4 alındı. 19 ilə 21. 40 elədi. Yenə 5-ə bölünəndə 8 alındı. Demək, bu uyğunluqla gedir. Demək, 13 üzərinə 22 nə edir? 35. 5-ə bölünəndə 7. Cavabımız C variantı. 17-yə baxırıq. Deyir ki, bunların birləşməsindən hansına uyğun sual işarəsinin yerinə bu olmalıdır. Burada sual işarəsi var. Bunu bununla birləşdirəndə gəlir, bu alınır. Hansı variant oldu? 17-də A variantı. Baxın, bunları birləşdirəndə belə gəlirdi. A variantı. Cavabımız A. 18-ə baxıram. 18-də nə deyir? Deyir ki, 3 tutamalı fiquru tapmaq mümkündür. Sağ tərəfdə göstərilmişdir. Nümunədən istiqamətdə fırlatmaq olar. Aha, baxın, bunu buradan qoysam, bunun yanları belə gəlir. Bir belə. Bir də belə olanda olur.
Buradan da olur. Burada 2 dənə. Burada da 2 dənə. Burada da 2 dənə. 6 dənə oldu. Üzü aşağı da 6. Üzü yuxarı da 6. 12 elədi. Bu üzə də 6. Bu üzə də 6. 4 dənə 6 oldu. 24. 24 dənə oldu. Neçəncidir o? 18. Aha, indi deyir ki, sağ tərəfdə göstərim. Nümunəyə istiqamətdə fırlat. Nümunəni istənilən istiqamətdə fırlatmaq olar. Fiqurda neçə nömrəli fiqur tapmaq mümkündür. Bu fiquru tapmaq mümkündür. Uşaqlar, mən bilirəm ki, bunlar 2 dənəsini götürüblər. 1 6 bu üzə, 1 6 da bu üzə. Ancaq bu tərəfdən də baxırıq. Bu tərəfdən də baxırıq. Bu tərəfdən də baxırıq. Bu tərəfdən də. Hər tərəfdən 6-dır. Ona görə mən 24 götürürəm. Kitab ancaq özü deyir ki, 12 dənədir. Hər tərəfdən elə bir ki, onu götürmək. Deyir, istənilən istiqamətdə götürün. Keçirəm 19-a. Deyir ki, verilən fiqurun içərisində aşağıdakı fiqurlardan hansını yerləşdirmək mümkün deyildir. Baxırıq. Bu olar. Burada mümkündür. Bu olar. Bu da olar. Baxın, gətirib bura qoysam, burada olar. Olar. Buna baxırıq. Bununki. Bəli, 2 dənə belə. İndi gəlin buna baxırıq. Bu da olar. Buna baxırıq. 2 dənə belə oldu. Sonra 2 dənə belə oldu. Ancaq burada yoxdur. Bunun bu tərəfi yoxdur. Bu olmaz. D variantı. 19-da D variantıdır. Keçirəm 20-yə. 20-də nə deyir? 20-də deyir ki, bu ədədləri tapaq. 20-də. Baxırıq. 42 ilə 39-u toplayanda 81 eləyir uşaqlar. 9-un kvadratıdır. Bura 25-də 5-in kvadratıdır. Bu 62, 100 eləyir. Bu da 10-un kvadratı, onu yazıblar. 18, 38, 36-dır. Nəyin kvadratıdır? 6-nın. Demək cavabımız 6. B variantı 20-də B-dir. 21-ə baxırıq. Deyir ki, bu uşağın 5 eyni ölçülü kubdan düzəldilib. Bu cismə şəkildə istiqamətdə baxan oğlan uşağı hansını görər? Baxıram, hansını görürük. Baxırıq. Belə baxaq. Buradan baxanda uşaq belə 3 dənəsini aşağı görür, bir dənəsini belə. Hansı olar? B variantı olar. Bəli. Üzü baxın, necə görür? Özünə tərəf və sağa baxır. Bax, bu var, ha, bu kənara çıxan sağa baxır. Ona görə bunu götür. Keçirəm. Səmanın dayısı onun ilk ad günündə 1 manat vermişdi. Hər ad günündə əvvəlki ad günündən 2 dəfə çox pul verəcəyin söz verir. Səmanın dayısı ona 10-cu ad günündə təqribən neçə manat pul verib? İlk ad günündə 1 manat verib. Hər ad gününə əvvəlki ad günündən verdiyi puldan 2 dəfə çox. 2 dəfə çox. 2, 4, nə eləyir? 8, 2 dəfə çox. 16, 2 dəfə çox. 32, 64, 128, 256, 2 dəfə çox. Nə eləyir? 528 eləməlidir. Yox, 2-yə vuranda 2 nə 6, 12, 1 yadda, 10, 11, yadda da 512. Baxaq, neçədən oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 oldu. Baxırıq, indi bunları toplayırıq. Baxın, 512 ilə 8-i topladım, 520. Baxın, bununla bunu topladım, yumurladım, 520 yazdım. Sonra 128 ilə bu ikini topladım. 130.
Sonra keçirəm 4 ilə 256-nı topladım. 260. 16 ilə 64-ü topladım. 80. 32 ilə bir də baxın təqribən nəyə gəlir, neçəyə gəlir. 500, bu da 100. 700 oldu mu? 650, 600-ün üstünə 650-nin üstünə də 980 1000-ə gəlir uşaqlar. A variantı. 22-də A. Özünüz toplayanda görəcəksiniz. 1000 olur. Deyir 3D fiqurunu 23-ə baxırıq. 3D fiqurunun üstündən görünüşünə. Buradan baxıram. Üstdən görünüşü ilə baxsam, hansını görürəm? Bunu görürəm və bunu görürəm. C variantı. 23C görürəm. 24-ə baxıram. Deyir ki, qanuna uyğunluğu müəyyən edin. Sual işarəsinin əvəzinə uyğun olan ədədi tapın. 3-ü 3-ə vuram 9, 3-ü 1-ə vuram 3, 9 ilə 3-ün hasili 27 verdi. İndi 3-ü 6-ya vuram 18, 1-i 2-yə vuram 2, 18 ilə 2-nin hasili 36 verir. Keçirəm. 6 ilə 4-ün hasili 24, 2 ilə də 1-in hasili 2, 24-ü 2-yə vuranda 48. Cavabımız D variantı. İndi 25-ə baxıram. 25-də nə deyir? Baxıram. Baxın, burada i ilə i eynidir, t ilə t eynidir. Bir dənə fərqli olan budur. Gəl bunlardan fərqli olanlara baxaq. Bu dairə ilə bu dairə eynidir. Bununla da bu eynidir. Fərqli olan hansı idi? Buydu. Elə bizdən də tiki soruşur. Fərqli olan bir dənə bu qaldı. Ona görə bununki hansı variantda var? D variantında. 26-ya baxıram. Deyir ki, yuxarıda verilən bunlar bu şəkildə yuxarıda verilmiş 3 ədədin cəmi neçə olar? Baxıram. Bu ədədlərin toplamı nə verir? 19. 9 yazıram 1 yadda. Yenə də bura 19. 1 yadda da var idi, 22 yadda. Yenə bura 19. 2 yadda da var, 21. 21. 1 yazıram 2 yadda. 6 üstünə 7, 13. 13-ün üstünə 8, 21. 21-in üstünə də 2 gəlirəm, 23. 23109 D variantı. 26 D variantı. 27-yə baxıram. 3 müxtəlif fiqurun birləşməsindən ədəd əldə olunub. Mavi fiqurun forması aşağıdakilərdən hansısı ola bilər? Siz özünüz baxın. Yəni, belə eləyək. Bu oxşuyur. Bunlarda heç bu qədər olmur. Burada da belə. Bir dənə çıxıq burada budur. Bunu da belə üzü aşağı fırlatsam. Biri bu üzdə var, bir də bu. Birini o üzə düşür. C variantı. 28-ə baxıram. Deyir ki, 8 boş qutunun içinə aşağıdakılar hansını yerləşdirmək mümkündür? 10, 1, birləşdirməməliydim. Hər xanaya birini yazmalıyım. 1, şey, budadır. A variantı. 29-a baxırıq. Əgər bu gün bazar günüdürsə, bir il sonra hansı gün olar? Bir ilimiz 365 gündür. Uşaqlar fırlayanda gəlir. Bazar günüsə bir günümüzdə artıq gəlir hansına? Bazar ertəsinə. D variantı. 30-a baxıram. Aşağıdakı 2 rəqəmli 3 rəqəmli ədədin hasili verilmişdir. Burada
KL'in cəmini tapın deyir. KL'lə cəmini tapın deyir. Burada belə bir şey var da uşaqlar. İndi orada hansı ədəddir ki 37'ye vurulanda bu alınır. Bax bu ədədi hansını 37'ye vuranda, yəni 7'ye vuranda tək bu K, M, M alınır. Baxın, bunu mən 165 götürüm. Baxın, 30-cuya yazıram. Ne oldu? Üzüldü sayın. 30'a baxırım. Baxın, 165 götürüm. 7'ye vurum. 5 dəfə 7'nin 35. 3 yadda al, 42. Yine 5. 7, 4 yadda da 4 yadda da 11. Bu alanda uşaqlar. İndi K'mız nə oldu? Elimiz nə oldu? K'mız 1. Elimiz el 6. M'miz 5. Bunlar toplam bir yerdə neçə eləyir? 12. 1 üzərinə 6 üzərinə 5. 12.